Salam aleykum, hardayam, Atyalındayam. Sizə bir dənə ev çıxarmışam. Günün cehpotu, evə bax. Ev adamdan danışır. 2 mərtəbəli, evin üstündə hədiyyələr də var, onlar deyəcəm. 5 sotun içərisində, həyət bacıya bax, çox genişdir də. Şəxsi özünə tikdiyi evdir. Qiymət bilsən neçədir? Qiymət pulsuz. Yəni, qiymət əla, evin özü əla, evə bax. Ev adamdan danışır. Həqiqətən gözəl proyektdir, gözəl də qiyməti var. Özü biz hər evi gedib çəkmirəm, qiyməti dəyərində olanda, yəni gedib o həmin evi çəkirsən. Buradan qapısı da var. Ev çox böyük kvadratdır. Həyət bacasına bax, hər yanı zaborun içərisindədir. Zabora qədər qoşadaşdır. Zaborun hər yanı qoşadaşdır. Yəni zabora qədər qoşadaşdır. Evin alt, orta, üst, yəni 3 dənə kəməri var. Həyətə bax. Çox genişdir də həyət. Marşruta nə qədər məsafədir? Marşruta 50-60 metr məsafədir. Bax. Hər yanı zabor, hər bir tərəfi zabor. Bütün pəncərələr öz həyəti üçün. Buradan da navetçilərimizə yer saxlayıb. Bir də evin içərisindən tanış olaq. Sonra sizə ev haqqında məlumat verəcəm. Evin üstündəki hədiyyələrə keçək. Evin üstündə, baxın, polun taxtalarına bax. Yuxarını neçə ildə alıb qurudumaq üçün. Polun taxtaları qalır. Aşağının da taxtaları. Yəni taxtadan əsas pul aparan nədir bugünkü gündə? Taxtadır. 6 otaqlı evdir, 6 otaq. Kəmərə bax. Ara kəsmələrə qədər kəmərdir. Qiyməti barədə məlumat verim, sonra obrisi məlumatlarda deyəcəm sizə. Qiyməti 40 mindir. 40 min verəcəksən, bu evi götürəcəksən, amma real puldan gəlsin. Evin üstündə danışıq yeri olur, real gəlsin. İşığın şotçuku nə qədər qoyudurub hal-hazırda. Başqa nə qaldı? Tok sistemi. Tok sisteminin üstündə verir. Çəkməyib, saxlayıb özündə. Hamısını alıb da çoxdandır. Alıb, saxlayıb. Tok sistemində verir üstündə. Yuxarıda 4 dənə otaqda, aşağıda 3 otaq. Hamam sanuzə hər şey var. Baxın, bura şikatur olunub bu otağı. Yəni, bir günləri şikaturdan çıxıb. Bax, buradan gəlin göstərim sizə bir dənə. Otaqları çox böyüdür də. İstəsən, burada 2 otaq kimi də yarada bilərsən. 2 dənə qapısı, onsuz yeri qoyulub. Baxın, buradan bir dənə göstərim sizə. İstəsən, yerini doldurub, istipol da eləyə bilərsən. Bax, kəmərə bax. Əlaqə saxlayın. Qiymətinə görə gözəl variantdır. Marşruta yaxındır. Yerləşmə yerində burada bax, qaz, işıq, su, hamısı qapının ağzındadır. İşığın şotçuku nə qədər qoyulub. Yəni, əlaqə saxlayın. 5 sotun içərisində bu qiymətə bu evi tikib başa gətirə bilərsən. Mümkünatı olacaq şey deyir də. Elə o vaxtdan deyir, 10 ildir tikmişəm. 52 min xərcim çıxıb o vaxtı. İndi amma tiksin bunu rahat bir 70 milyon çıxacaq. Yəni, əlaqə saxlayın. Yerinə görə normal qiymətdir. Sağ olun.